أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. وقرن في بيوتكن ولا تبرجن تبرج الجاهلية الأولى. الله. وأقمنا الصلاة وآتينا الزكاة وأطعنا الله ورسوله. إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا. إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا. إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا. صدق الله العلي العظيم. أحسن ما شاء الله. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bağışlayan ve mehriban uca Allah'ın adıyla. Allah'ın salavat-ı selamı olsun Peyğəmbərimiz ve onun pak ailəsinə. Salamlayıram əziz izləyicilər sizi. Xanım Fatimə-i Zəhra salamullah əleyhanın adına olan bir verilişlə sizin xidmətinizdəyik. Xanım Fatimə-i Zəhra Quran və hədislərdə adlı bir mövzu və verilişlə sizin xidmətinizdəyik. Təbii ki, əziz ruhanımız Hacı Elnur Xudaverdiyev ilə birlikdə istərdim Hacıda salamlaşsın və verilişimizə davam edək inşallah. Bismillahirrahmanirrahim. Mən də əziz və dəyərli izləyiciləri salamlayıram inşallah. Bu Fatimiyyə günlərində başda İmam Zaman Ağa olmaqlıqla inşallah bütün əzizlərə təsliyyət eləyirəm. Çox sağ olun. Bir məşhur bir hacı mən şeir bilirəm xanım Zəhra haqqında. Qısa olsa istəyirəm ki, başlanğıcda onu deyəm. Çox belə həmişə mən onu qeyd eləyərəm. Həzrəti Əli əleyhissalamın dilindəndir. Buyurur: Zəhra gözüm sataşmayacaq bir də nurüvə. Elə ki, Əli əleyhissalam xanım Fatimə Zəhra anamızı qəbrə qoyandan sonra onun dilindəndir bu şeir. Zəhra gözüm sataşmayacaq bir də nurüvə, məmurilər gələndə sualə hüzurüvə. Şirin dilün həqqi izhar edən zaman, Allah ilə Peyğəmbərə iqrar edən zaman, növbət yetişər imamıya ey can-ı cavidan, məzlum əlini qəbrin üstə verginən nişan. Bu
Doğrudan o qəbirdə hamıya verilə bilən suallara aid bir şeirdir. Allah xanım Fatimə-i Zəhra anamız hörmətinə, Allah onların bu dünyada ziyarətlərin, axirətdə şəfaətlərin bizlərin halımıza şamil eləsin. Bəli, əziz izləyicilərimiz, Qur'an-ı Kərimdə xanım Fatimə-i Zəhraya aid olan ayələr çoxdur və bunun haqqında alimlərin fərqli nəzərləri var. Bəzi alimlər deyirlər ki, Qur'an-ı Kərimdə 30, bəziləri 60, bəziləri 41, bəziləri 135 ayə belə deyirlər ki, işarə olunub. Amma nə üçün adları gəlmir, bu ayrı bir mövzudur. Təbii ki, buna da işarə eləmək olar. Ümumilikdə 67 surədə xanım Fatimə-i Zəhra səlamullah əleyha anamıza işarələr olunubdur ki, istərdim inşallah siz ilkin inşallah deyəsiniz. Bismillahirrahmanirrahim və bihi nəstəin. Çox əzəmətli bir günlərdə qərar tapmışıq inşallah. Mən də sizin dualarınıza qoşuluram. Allah bizi dünya və axirətdə xanım Zəhradan ayırıza salmasın inşallah. Amin. Mən əvvəldə Ağa Seyid çox İslam Peyğəmbərdən məşhur bir İslam aləmində böyük bir məşhur bir hədis var. O hədislə istəyirəm başlayam. Xanım Zəhranın barəsində Peyğəmbər buyurur ki, İbnəti Fatimə, mənim qızım Fatimə, xanım Zəhranı bizə tanıtdırır, Fatiməni bizə tanıtdırır. Çox gözəl sözlərlə tanıtdırır. Fəinnəhə səyyidətü nisa'il aləmin. Əvvələn deyir ki, bu mənim qızım Fatimə bütün aləmlərin xanımının ağasıdır, rəhbəridir, böyücüdür, əzəmətlisidir. Minəl əvvəlin vəl-axirin. Adəmdən ta qiyamətə kimi Zəhra kimi xanım bu aləmə gəlməyəcək. Və hiyyə bizətun minni. O Fatimə mənim canımın bir parasıdır. Və hiyyə nurun eyni. O mənim gözümün nurudur. Çox gözəl təbirlə deyir. Və hiyyə səmərətü fuadi. O mənim qəlbimin meyvəsidir. Və hiyyə ruhi. O mənim ruhumdur, əlləti bəynə cəmbəy. Mənim canımın iki sinəmin arasında. Bəli, o mənim ruhumdur. Həm cisminə aiddir, həm də ruhuna aiddir. Sonra sonda deyir ki, vəhiyyə əl-huraul insiyyə. Fatimə insan cildində bir huridir. Bunların hər kəlməsində sözlər var. İndi bizim mövzumuz olmadığı üçün, amma təbərrükən dedim əvvəldə. Bunu deyək ki, əziz izləyicilər, üstünə biz kimin barəsində danışacaq? Hansı Zəhranın barəsində danışacaq inşallah. Təbiidir ki, mən istərdim hacı sözünüzü inşallah kəssəm də üzrlü sayın. Əziz izləyicilərimizə mən buradan ki, siz ilkin belə başladınız, mən də istərdim bir hədis ki, İmam Cəfər Sadiq əleyhissalamın dilindəndir. Mən belə eşitmişəm bu hədisi. Doğrudan əziz izləyicilərimiz bilsinlər. Allah hər qəlbdə o məhəbbəti qoymaz. Kiminsə qəlbində o məhəbbəti varsa, o çox şükür eləməlidir. Bir nəfər İmam Cəfər Sadiq əleyhissalama yaxınlaşdı. Dedi ki, ağacan, mən Fatimə-i Zəhra ananı çox sevirəm. Amma bəzən bir də görürsən ki, qəlbim dolur, qəmlənirəm. Elə ürəyimdən gəlir ki, mən də ona ana deyərək müraciət edeyim. Görəsən necə olar? Deyir, İmam Cəfər Sadiq əleyhissalam baxdı ona, dedi, bunu sənə mən deyirəm. Hər kəs ürəyində Fatimə-i Zəhraya məhəbbəti olsa, İmam Cəfər Sadiq əleyhissalam imamdır, Cəfəri məzhəbinin rəhbəridir. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, hər kəsin qəlbində xanım Zəhraya məhəbbəti olsa, qəlbi yansa, elə ürəklə ana ya Zəhra deyə bilər. Doğrudan o adamlar ki, ürəklərində Fatimə-i Zəhraya məhəbbətləri var, onu kiçik şey bilməsinlər. Ki, xoş o adamların halına ki, onların anaları Fatimə-i Zəhradır. Maşallah. Bəli, buyurmacı. Bəli, indi o ki qaldı bizim qərarımız bu cür oldu ki, biz xanım Zəhranı Quranın ayələri ilə fəziləti barəsində əziz izləyicilərin xidmətində olaq inşallah. Təbiidir ki, siz işarə vurdunuz. Əvvəldə mən
Təthir ayəsi barəsində istəyirəm ki, xidmətinizdə olamla qarşılıqlı köməkləşək. Bu barədə bildiklərimizlə xidmətdə olaq inşallah. Quran-ı Kərimdə bəli, bir çox ayələr var ki, istəyir əhl-i sünnə kitablarında, istəyir şiə aləmi kitablarında bunu qəbul eləyirlər. Mən təqribən 10 dənə ayəni burada qeyd eləmişəm ki, bunu hər iki tərəf qəbul edir ki, bu ayələr xanım Zəhranın barəsindədir. Bu xanım Zəhra üçün xüsusi bir fəzilətdir ki, İslam dünyası hamısı bu ayələri xanım Zəhranın barəsində olmağını qəbul edirlər. Təthir ayəsidir. Təthir ayə hansı ayədir? Öncə oxuduğumuz ayə. Bəli. Allah Teala 33-cü surənin 33-cü ayəsi. İnnəmā yuridullahu liyuzhibə ankumur rizə əhləl bəyt liyutahhirakum və yutahhirakum tathira. Allahın istəyi budur. Allahın iradəsi budur ki, siz əhl-i beyti bütün çirkinliklərdən, məqsəd burada nədir? Bütün xoşa gəlməz hər nə varsa, Allah istəyir ki, siz əhl-i beyti bütün bunlardan neynəsin? Pak-pakizə qərar versin. Bu ayənin nazil olma səbəbi bu bir əhvalata gedib bağlanır, hədis-i kəsa deyirlər. Yenə də bu hədis-i kəsanı da istəyir İslam dünyasında hamının məşhur kimi qəbul elədiyi bir əhl-i beytin barəsində bir fəzilətdir. Hədis-i kəsa bildiyimiz kimi İslam Peyğəmbəri bir gün xanım Zəhranın evinə qonaq olur və qonaq gələndə və deyir ki, Peyğəmbər biraz üşütməsi var idi. Dedi ki, Fatimə can, o mənim yamanı əbamı gətirginə, atım çiynimə, biraz üşüdürəm. Xanım Zəhra onu gətirir. Ondan sonra otağa daxil olur, bir İmam Həsən gəlir. Sonra deyir ki, mən gözəl bir ət, qısa surətdə deyirəm, gözəl ətrisi gəlirəm. Sanki elə bir Peyğəmbər bu evdədir. Xanım Zəhra deyir, bəli, hardadır? Filan yerdə. O da deyir ki, gəlir, xahiş edir ki, yarası, mənə də icazə verirsən, mən də bu əbanın altına daxil olum. Bu keyfiyyətlə İmam Hüseyin gəlir, daxil olur əbanın altına və İmam Həsən, İmam Hüseyin, sonra Əli əleyhissalam gəlir və sonda xanım Zəhra görür, hamısı əbanın altındadır. Sonra Peyğəmbər deyir ki, mənə də icazə versin, mən də gəlim və xanım Zəhra da daxil olur əbanın altına. İcazə alır. İcazə alır. Yəni, mənə də icazə verirsən və sonda Cəbrail nazil olur. Bu gözəlliyi görür aşağıda. Yer aləminin gəlmiş, keçmiş ən üstün varlıqları təsəvvür edin. Nuhun nicat tapmaqlığının səbəbi bu 5 nəfər. Adəmin tövbəsinin qəbul olmaqlığının səbəbi bu 5 nəfər. Lutun bağışlanmaqlığının səbəbi bu 5 nəfər. Yusifin zindandan xilas olmaqlığının, bütün peyğəmbərlərin, övliyaların hamısının xilasına səbəb olan bu 5 nəfər Cəbrail baxır, bir mənzərə görür. Və əlləmə Adəməl əsmaə ayəsi ki var ki, Allah Adəmə əsmaları öyrətdi. Rivayətlərdə var ki, o əsmadan məqsəd bu bizim bildiyimiz 5 kimsəni. Bəli, el arasında. Ondan sonra Cəbrail gəlir, nazil olur, Peyğəmbəri deyir, ya Rasulullah, mənə də icazə verərsən, Allah əvvələn sənə salam yollar, mənə də icazə verirsənmi? Daxil olun və o əban daxil olur. Sonra deyir ki, mən Allahın salamını gətirmişəm və Allahın sözünü gətirmişəm və bu ayəni Peyğəmbərə nazil eləyir. Sonra Peyğəmbər orada dua eləyir. Ki, geniş bir hədis-i kəsa istəyənlər bunu təfsilatlı surətdə hədis-i kəsanın barəsində, fəziləti barəsində baxa bilərlər. Və bu ayı orada nazil olur. Allah Teala deyir ki, siz əhl-i beyti, mənim iradəm, istəyim budur ki, bütün çirkinliklərdən, xoşa gəlməz halların hamısından Allah istəyir ki, sizi pak-pakizə qərar verə və o cürünə də oldu. Bu ayənin nazil olma səbəbi. Bəziləri acı bu ayənin şərhində olan hədislər haqqında ki, deyirlər, qısqanclıq yaradırlar doğrudan. Amma maraqlısıdır ki, bu qısqanclıq nəydən irəli gəlir? Bunlar bu qısqanclığı yaradan Peyğəmbər evladları bu qısqanclığı yaratmayıblar. Amma ondan sonra bəzi insanlar bu qısqanclığı yaradıblar. Həzrəti biz Yusuf əleyhissalamın hadisəsinə baxanda, Yusuf əleyhissalama atalarının diqqəti, təbii ki, orada bəziləri deyirlər ki, ataları düz eləmədi Yusufə daha çox diqqət ayırmağa. Axı, ataları da Peyğəmbər idi. Bu öz başından bir hərəkət eləmirdi ki, Allah bunu əmr eləmişdi ki, sən Yusufə daha çox diqqət ayır. Əslinə qalanda Yusuf əleyhissalamın atası Yaqub Peyğəmbər
ata kimi öz məhəbbətini evladlarına göstərirdi. O səbəbi də deyirdi ki, mən gələcəkdə Yusifi peyğəmbər görürəm. Məndən sonra üstün peyğəmbər olacaq. Ona görə mən ona daha çox. Yəni bu mənim öz ixtiyarımda olan şeydir. Bəli. Həzrəti Fatimə Zəhra səlamullah əleyha ki, peyğəmbər ona xüsusi bir diqqət göstərirdi və bu xüsusi diqqət peyğəmbərin öz istəyidir ki, evladlar hamısı evladdır. Bəli. Bizim el arasında belə bir söz var. Deyir, 5 barmağın 5-ə də bir ola bilməz, amma hansın kəssin, eyni acını verə bilər. Valideyn üçün evladlar hamısı eynidir. Bəli. Amma biri böyükdür, biri balacadır, böyüyə böyük kimi sən diqqət eləməlisən, kiçiyə kiçik kimi. Bu bizim öhdəmizdə olanlardır. Amma peyğəmbərin vəzifəsi tamam fərqlidir. Əgər peyğəmbərimizin 3 qızı varsa, bu 3 qızının içərisində yalnız Fatimə-i Zəhra evə daxil olanda onun ayağına durub ona xüsusi diqqət göstərirsə, ona atasının anası deyərək, anam deyərək müraciət edirsə, bu bizdən fərqlidir. Mən ola bilər ki, mənim 3 dənə qızım var, hər birinə anam deyərək müraciət eləyə bilərəm. Amma bu mənim vəzifəmdir. Peyğəmbərdə isə bu fərqlidir. Bu ayə ki var, Təthir ayəsi, siz ki qeyd elədiniz. Təthir ayəsi nazil olmamışdan öncə ki, Kisa hadisəsi ki var idi, o deyirlər Peyğəmbərin xanımı Ümmü Sələmənin evində olub. Bəli. Ümmü Sələmənin evində olub, deyir ki, Peyğəmbər ki, onları yığdı o əbanın altına. Burucu haulai əhl-i beyti. Bunlar mənim ailəmdir. Bəli. Deyir Ümmü Sələmə gəldi, deyir, ya Rasulallah, mən də əhl-i beytdənəm. Peyğəmbər ona buyurur ki, sən xeyircəsən, amma əhl-i beytdən deyilsən. Bəli. Təbii ki, Peyğəmbərin əhl-i beyti deyəndə deyirlər ki, ailə elə hamısı ailədir. Bir, elə bil ki, bizim başa düşdüyümüz maddi ailə var və bir də nübüvvət ailəsi deyilən bir. Burada məqsəd nübüvvət ailəsindən gedir ki, bu insanlar həmin o nübüvvət missiyasının davamçılarıdırlar. Ki, bunu bütün istər şiə kitabları məşhur, istər sünni olsun, hamısı qəbul edirlər ki, bu ayə Peyğəmbər və onun evladları, Əhl-i Beyti ki, Həzrəti Əli, Fatimə Zəhra, Həsən və Hüseyn ki, bunların haqqında nazil olunmuş bir ayədir. Və bizim növbəti ayəmiz Məvəddət ayəsidir ki, Qul la əsəlukum əleyhi əcrən illəl məvəddətə fil qurba. Mən sizdən bu peyğəmbərliyimin qarşısında bir müzdür, bir mənə çox sağ olun demək üzü 23 illik çəkdiyim əziyyətin qarşılığında sizdən heç bir şey istəmirəm. Məgərin ki, ailəmə. Ailədən də məqsəd həmən o nübüvvət ailəsi. Hörmət gözləyirəm. Ona məhəbbət gözləyirəm ki, siz əgər istəyirsiniz mənim bu zəhmətimin əvəzini verərsiniz, onlara hörmət qoymalısınız. Və başqa bir ayədə hacı maraqlı tərəfi odur ki, Peyğəmbərin dilindən buyurur ki, və ma səəltukum min əcrin fəhvə ləkum. Mən özüm sizdən, siz ki fikirləşirsiniz ki, mən bu peyğəmbərliyimin müqabilində sizdən nəsə əcr istəyirəm. O əcr Əhl-i Beytimə məvəddətdir. Amma bu məvəddəti də sizdən istəmək sizin öz xeyrinizədir. Özüm üçün istəmirəm. Özüm üçün istəmirəm. Sizin üçün istəyirəm ki, siz bunlara məhəbbət göstərəsiniz, bunlara tabi olasınız ki, məndən sonra bu yol davam eləsin və sizlər də hidayətdən uzaq düşməyəsiniz. Ki, həmən bu ayənin özü də Əhl-i Beyt haqqında olan ayə. İndi İslam aləmində səhv anlaşılan məsələlərdən də biri həmən bu məvəddət, məhəbbət məsələsidir. Allahın burada bu ayədə istədiyi. Təsəvvür edin. Allah o ayədə deyir ki, mən sizdən Peyğəmbərin dininə, Peyğəmbər insanlara deyirəm ki, mən çəkdiyim əziyyətin, 23 illik əziyyətimin qarşılığında sizdən məvəddət mənası məhəbbətdir. Amma dediyim kimi ki, bəhslərimizdə biz dedik, ərəb dili elə bir zəngin dildir ki, hər bir kəlmənin öz xüsusi mənası var. Hansı kəlmə harada işlənirsə, onun bir özünə məxsus mənası var. Məhəbbət ayrı bir mənadır. Məsələn, insan hər şeyə məhəbbətini göstərə bilər. İnsan var, evində üzr istəyirəm, pişik var, pişiyə məhəbbəti var, mümkündür. Adam var, 4 ayaqlı heyvandır, hər hansı bir heyvandır, məhəbbəti var. Normaldır. Adam var, müəyyən məşhur bir artistdir, aktyordur, hər kimdə məhəbbəti var. Futbolçudur, məşhur bir futbolçudur, məhəbbəti var. Məhəbbət ona bağlayır. Bu normaldır, onu çox istəyir. Bu məhəbbətdir. Amma Allah Taala bu ayədə Əhl-i Beytə qarşı sabahları aradan gedə bilər. Bu ayədə Allah məhəbbət istəmir. Məvəddət istəyir. Məvəddət istəyir. Yaxşı, məvəddət nə deməkdir? Bax, məvəddətlə məhəbbətin fərqi burasındadır. Məhəbbət hər şey ola bilər. Qarşılıqlı, qarşılıqsız. Amma məvəddət isə
O məhəbbətə deyərlər ki, sev və onun yolu ilə get. Davamsız ol, bəli. Mən Əlini, Əli əleyhissalamı sevəcəmsə, elə boş dilimdə sevəcəmsə, necə ki, dünyada bir çoxları edir. Əli qəhrəmandır, Əli şücaətli bir kişidir, Əli sevilməlidir, Əli əhl-i beytdəndir. Amma bütün əməlləri Əli əleyhissalama zid. Bu məvəddət deyil ki, Allah belə məhəbbət istəmir. Məvəddət deyil. Məvəddət Səlmanın hərəkəti idi. Bəli. Səlmanın qədəmi, bəli. Sual verdilər ki, Səlman, niyə bu cür yeriyirsən? Deyir, bir dəfə deyir, bir nəfər eşitmişdi ki, mən üzr istəyirəm, sözünüzü kəsdim, hacı, siz Allah bağışlayın. Deyir ki, bir nəfər eşitmişdi, Əli əleyhissalam bu tərəfə gedib. Deyir, gəldi, birindən soruşdu ki, bu tərəfə gedən bir nəfər görür. Dedi, bu tərəfə 2 nəfər gedir. Dedi, axı, izi, ləpiri bir dənə görürəm. Gəldi, gördü ki, Səlman, səlamullah aleyh, gördü ki, Səlman eyni ilə Əli əleyhissalam qədəmlərini hara qoyur, bu da ora qoyur. Sual verdi ki, sən bunu niyə verirsən? Dedi, hələ bu sizin gördüyünüz bir işdir, mən Əliyə bu cür tabiyəm. Mən bütün hərəkətlərimdə eyni Əlinin getdiyi yolu gedirəm. Baba, həman məvəddət. Məvəddət, bəli. Odur ki, bütün izləyicilərimiz də elə bu fürsətdən istifadə edib, bəzən keçən bəhslərimizdə dedik, bəzən telekanallarda, müəyyən sosial şəbəkələrdə Əlini özlərinə şüar tutub, amma Əli əleyhissalama zid gedən bir çox dəstələr var, bir çox firqələr var. Onlar İslamda qəbul olunmaz, Əhl-i Beytdən kənar olan firqələrdir. Amma Əhl-i Beytin həqiqi firqəsi, yolun davam edən dəstələr o dəstələrdir ki, məvəddət, Allah bunu istəyir. Sev və yolu ilə get. Xanım Zəhranı sev və xanım Zəhranın yolu ilə get. Sən xanım Zəhranı sevəcəksənsə, başı bağlamayacaqsan. Sən xanım Zəhranı sevəcəksənsə, dildə bəli, xanım Zəhranın bütün rəftar və hərəkətlərin ziddinə bir hərəkət eləyəcəksən. Bu sevgi deyil, bu özü-özümüzü aldatmaqlıdır. İslamın bəlası buradandır, Seyid. Məsələn, alimlərdən biri önlərdə eşitdim, çox gözəl bir söhbət eləyirdi. O dedi ki, təsəvvür edin, bir zamanlar insanlar Peyğəmbərin dəstəmazının suyu yerə töküləndə qoymurdular yerə tökülə. Onun damcılarını belə götürürlər təbərrükə, aparırlar evə, şəfa kimi ondan istifadə edirdilər. Amma Peyğəmbərin vəfatından sonra 3 ay keçməmiş, həmən o insanlar gəldilər Peyğəmbərin canının bir parəsini şəhid elədilər. Təsəvvür edin, bu müsibətdir. Yəni, insanlar 3 ay müddətində necə dəyişə bilər? İnsanlar 3 ay müddət necə amansız ola bilərlər? Sən Peyğəmbərə o cürlə məhəbbət göstər, hətta dəstəmazının suyun qoyma yerə tökülər. Amma onun canının bir parəsi, o hədisi oxudum, Peyğəmbər nə deyir xanım Zəhranın barəsində? Sən gəl onun o müsibətlər ki, mən detallara girmək istəmirəm. Çox sağ olun, Allah kömək olsun. Bu cürünə dəhşətdir. Təsəvvürlə Əli əleyhissalama baxın. Burada problem nədir? Mərifətsizlik, həman bu tanımaqlıq, mərifət. Bizim cəmiyyətimizdə bizdir qarşı, öyle özümü başda tuturam. Bizim kasıbcılığımız yalnız mərifətdədir. Biz Əhl-i Beyti olduğu kimi, baxın, siz gözəl vurğuladınız. Dediniz ki, hər zaman xanım Zəhra otağa daxil olanda Peyğəmbərdir qamə iləyə, durardı ona tərəf hərəkət eləyərdi, yerin verərdi xanım Zəhraya. Hər dəfə hansı ata bunu eləyib? Bir dənə valideyn desin ki, mən qızımla bu cürlə rəftar edirəm. Bu Allahın istəyi. Mümkündür. Niyə Peyğəmbər? Çünki Peyğəmbər xanım Zəhranı, Fatiməni tanıyırdı. Bu hansı məqamın sahibi? Bundan kimlər dünyaya gələcək, onları tanıyırdı. Azı təbii ki, bu çox belə genişdir və çox da verilişimizi uzun istəmirəm olsun. İstərdim inşallah sonunda sizdən bir xanım Zəhra anamız haqqında bir şeirmi, qəsidəmi eşidək və mövzumuzu tamamlayaq inşallah. İnşallah, məmnuniyyətlə. İnşallah bizim dəyərli ruhanilərimizdən birinin bir şeiri var inşallah. Çox gözəl sevdiyim bir şeirdir xanım Zəhranın barəsində. İstəyirəm əziz izləyicilər də bundan istifadə eləsinlər. Fatimə dəhridə hər kimsəsizin kimsəsidir. Fatimə dəhridə hər kimsəsizin kimsəsidir. Kim onu sevsə əgər ruz qiyamət bəsidir. Gözümün nurudur Zəhra, bunu ərz etdir Rəsul. Adı Kavsərdir, onun xaliqimin töhfəsidir. Vəhyi Rəbbindən alıb ismini Zəhra qoydu, surəti gərçi qadındır, özü nur cilvəsidir. Hara baxdıqca Əli gözləri Zəhra gördü,
Hara baxdıqca Əli gözləri Zəhra gördü, o gözəldir, Əlinin eyninə nur çeşməsidir. Heç bilirsən niyə Zəhra qocalıbdır ey del? Heç bilirsən niyə Zəhra qocalıbdır ey del? Xanıma qüssə verən Kərbəla səhnəsidir. Əlinin haqqını ehya edən hər bir şəxsin zahirində özüdür, batini Zəhra səsidir. Sorsalar Seyyidə Allah niyə cənnət verdi? Çünki o Fatimənin zərrəsinin zərrəsidir. Allah salamat eləsin Aziz Seyyidimizi. Amin inşallah. Siz çox sağ olun Hacı. Mən burada verilişimizi yekunlaşdırmaq istəyirəm. Uca Allahdan istəyirəm. Allah Fatimə anamız hörmətinə bizləri bağışlasın, öz rəhmətindən məyus eləməsin. Dinimizə, şəriətimizə, xalqımıza, millətimizə xidmət eləyənlərə kömək olsun, xəyanət eləyənləri zəlil-xar eləsin. Allah amanında gələn verilişlərə dək.